Üzəriniz yağlı və ləkəlidirsə, o zaman bu maskanı sınamağınızı məsləhət görürəm. 1 çay qaşığı xəmir mayasının üzərinə 1 çay qaşığı 3%lik berekiz və 1 çay qaşığı ilıq su əlavə edib qarışdırıb həftədə bir dəfə təmiz üzlərinizə çəkib 10 dəqiqə saxladıqdan sonra yuyun. Maska bu qədər sadə və effektlidir. Sınayanlar mütləq fikrini videonun altında şərh olaraq bildirsinlər. Maska haqqında ətraflı məlumat və yan təsirlərini videonun altında açıqlama bölməsində qeyd etmişəm. Bu qədər. Hər zaman gözəl və baxımlı olun. Yaşından asılı olmayaraq bütün xanımlarımız hər zaman gənc, üz dərisinin ləkəsiz və parlaq olmasını istəyir. Bunun üçün sizlərə mükəmməl bir maska hazırladım. Bir qaba 1 çay qaşığı un, yarım çay qaşığı sarı kök və 2 çay qaşığı süd əlavə edib tam həll olana qədər qarışdırırıq. Alınan maskanı həftədə 2 dəfə təmiz üzlərinizə çəkin, 20 dəqiqə saxladıqdan sonra yuyun və maskadan sonra üzünüzü nəmləndirməyi də unutmayın. Üz dərisini yeniləyən, gəncləşdirən, toparlayan mükəmməl bir maska hazırladım xanımlar. Bu maska sayəsində üzünüz çox gözəl bir şəkildə yenilənmişlik bir hissi yaradacaq üzünüzdə. Demək, maskanın tərkibində nə var xanımlar? Maskamız baxın belə bir şəkildə olacaq. 2 ədəd aspirini götürürsünüz, bir qaba tökürsünüz. Üzərinə 1 çay qaşığı buğda kraxmalı əlavə edin və üzərinə daha sonra su tökürsünüz krem halına gələnə qədər. Yəni çox tökməyin, duru olmasın, az tökməyin, qatı olmasın. Əgər gördünüz suyu biraz çox tökmüsünüz, duru oldu, heç bir problem yoxdur. Üzərinə bir balaca kraxmal əlavə edə bilərsiniz. Belə krem halına gələcək və daha sonra bu krem maskanı çəkin üzünüzə. Və üzünüzdə xanımlar 20 dəqiqə saxlayın, yuyun. Bu üzünüzdə qoruyacaq. Yaxşı olar ki, xanımlar quruduqdan sonra barmaqlarınızla çox, necə deyərlər, zərif bir şəkildə ovuşdurun və üzündəki o çirk də çıxsın, ölü hüceyrələr də çıxsın. Üzünüz həm də peeling olsun. Bu qədər xanımlar, hər zaman gözəl və baxımlı olun. Şüşə kimi parlaq və hamar üz dərisinə sahib olmaq istəyirsinizsə, bu videonu sona qədər izləyin. Bir yumurta sarısının üzərinə yarım çay qaşığı kakao, 4 damcı E vitamini əlavə edib yaxşıca qarışdırırıq. Alınan bu maskanı təmiz üzlərinizə çəkin, 20 dəqiqə saxlayıb yuyun. Maskanı həftədə 2 dəfə etməyiniz kifayətdir. Qeyd edim ki, bu maska quru və normal üzdərlər üçün uyğundur. Bu sadə 2 tərkibli maska ilə dərini canlandır, məsamələrini sıxlaşdır və parlaqlıq qazan. 3 ədəd çiyələyi tam əzib, içərisinə 1 çay qaşığı limon suyu əlavə edib qarışdırırıq. Alınan bu maskayı təmiz üzlərinizə çəkib 15 dəqiqə saxlayın və daha sonra ilıq su ilə yuyun. Maskanın faydaları: maska üzə parlaqlıq bəxş edir, yağ balansını tənzimləyir, qara nöqtələri azaldır, məsamələri sıxlaşdırır və dərini təravətləndirir. Maskanı sınadıqdan sonra videonun altına rəy yazmağı və dostlarınızı etiketləməyi unutmayın ki, onlar da sınasınlar. Mənim ən çox sevdiyim maskalardan biri droj maskasıdır. Yəni xəmir mayasından etdiyimiz maska. Maskanın tərkibi çox sadədir. 1 çay qaşığı xəmir mayası və süd. Südü gözə yarı təxmini tökürsünüz krem halına gələnə qədər. Daha sonra təmiz üzlərimizə çəkib 15-20 dəqiqə saxlayıb yuyuruq. Bilirsiniz ki, xanımlar, droj maskası üzdəki məsamələri yığır, xırda qırışları yığır, üzü toparlayır. Baxın, maskanı cəmi bir dəfə etdikdən sonra üzünüzü yuyursunuz və üzünüzün necə toparlandığını həmən anında görə biləcəksiniz. Və təbii ki, üzdəki də ləkələrin rənginin solmasına da yardımcı olur. Bu maskanı həftədə xanımlar 2 dəfə edin və mənə təşəkkürünüzü bildirəcəksiniz. Üz dərisini yeniləyən, gəncləşdirən mükəmməl bir maska hazırladım. Bunun üçün bir qaba 3 ədəd çiyələk töküb yaxşıca əzirik. Əzilən çiyələklərin üzərinə çay qaşığının ucunda çox az soda əlavə edib qarışdırırıq. Bu qarışımı həftədə 2 dəfə təmiz üzlərimizə çəkib 10 dəqiqə saxladıqdan sonra yuyuruq. Maskadan sonra üzünüzü nəmləndirici kremlə nəmləndirməyi unutmayın.